Herkese salam dostlar. Bugün sizlerle birlikte Roblox'ta Murder Mystery 2 videosunu çəkəcəyik. Mən bu videonu çəkməmişdən əvvəl bunu bir neçə dəfə oynamışam. İndi də bunu çəkib YouTube-a atacağam. Xahiş edirəm videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Oyun başlayır. Görək nə gələcək bizə. Şerif. Biz şerif olduq. İndi katili tapıb onu öldürməliyik. Səhv adamı öldürsək biz də öləcəyik. Baxaq görək katil kimdir. Katili tapsam öldürəcəm. Öldürəndə də oyunu udacağıq. Keçdi qabağıma, səhv adamı vurdum. Qabağıma keçir hələ adam. Baxırıq. Hamını bir-bir öldürür katil. İndiyə qədər 2 dəfə falan ölmüşəm mən katil. Çox olmamışam. Baxırıq. Katil görək onları tapa biləcəkmi? Onlara çox yaxındır indi. Və tapdı. Sadəcə bir nəfər qalıb. Katil görək tapa biləcəkmi onu? Adam indi hardadır deyirdim ki, katil tam yanından keçdi, görmədi onu. Vurduq sardı onu. Hə, silah alıb o. Mən deyirəm niyə üstünə getmir? Kim qazanacaq? Katil mi? Masum olmuş. Masum olan mı? Və şerif kazanıyor. Şerif aslında mən idim. Öldüm. Silahımı aldı bu. İndi yeni oyunumuza başlayacağıq. Haritalar geldi. Buranı seçirik. Araştırma testi. Görək bu dəfə katil ola biləcək. Böyük ehtimalla masum olacaq. Baxaq da. Bəli, deyirəm də masum oldu. İndi buralarda gizlənək. Girək burada gizlənək. Oyunu udmağa çalışaq. Bunun içində qalaq. Girək biraz. Kimsə gəlir. Getdi. Burada yansam gəlib vurarı buradan. İçəridə qalım yoxsa gedim oynayım. Katillə şerif döyüşür orada. Və şerif katili öldürdü. Qazandı. Çox tez oldu bu. Çox tez utduq. Bu adam bayaq deyirsən katil olmuşdu. Sağdakı şerif. Bayaq katil olmuşdu deyirsən.
Baxaq. Görək hansı xərcə gedir. Görək bu turda katil ola biləcəkmi? Şerif. İkinci dəfə şerif oldu. Şerif də çox da yaxşı deyilmi? Hamı bilsin ki, mən şerifəm. İndi qılıncı yoxdur mu? Bu məndən gizlənməyə çalışır. Aşağılara baxaq. Heç kim yoxdur. Aşağıya tulanaq pulları alaq. Lazım olur bizə. Aha, katili gördüm. Öldürdü ya məni. Üstünə niyə getdim ki? Arxadan vura bilərdim elə. İzləyək baxaq. Və bu öldürdü. Mənə silahımı aldı, öldürdü. İkinci dəfədir şerif olam. Həm də ölürəm. Yaxşı oynayamıram mən şerifdə. Bircə dəfə katil çıxmasını istəyirəm. Bircə dəfə. Buraya gedək. Burada maşının içinə falan gizlənərik. Bu mənim indi hələ ki ilk uzun videomdur. Bundan sonra Brawl Stars oyunları, Roblox oyunları, fərqli oyunlar hamısını çəkməyə çalışacağam tez-tez. Baxaq. Masum. Girək bunun içinə. Qapı niyə bağlanmır? Niyə bağlanmır? Hə. Bağlayaq. Belə eləyək. Burada yanaq. Bizdə hələ ki bunlar var. Sadə silah və sadə bıçaqdır hələ ki. İndi biz gələcəkdə pullar yığıb bunları dəyişdirməyə çalışacağıq. Məndə hələ ki heç nə yoxdur. Görürsən bu oyunu udacağım. Bir oyun udmuşam hələ ki. Bir şey görmürəm. Görək nə olacaq. Baxaq. Çölə də çıxmaq istəmirəm çox. Qapını açaq bir dənə görək. Çöldə nə kimlər var? Bunlardan deyəsən heç biri katil deyil. Bu yox, getdi. Heç kimin də yanına getmək istəmir bir insan. Hamı katil ola bilər. Görək nə olacaq. Deyəsən birisini öldürür katil. Baxaq. Aha, burada. Bağlayaq tez.
Məni hardan öldürdü o? Məni necə öldürdü o? Heç içəri girməmişdim mən. Çöldən vurdu, neynədi? Oyunun bug'ları. Baxaq. Araşdırma tesisinə girək yine. Görək indi nələr olacaq. Katil hələ ki olmamışam. Görək. Bu turda ola biləcək. Yox. Yine masum. Burada gizlənmək üçün hara var? Bunun arxası. Burada çox yaxşı deyil. Ayrım görünmür. Ben ne kadar çıkıyorum? Bunun arkasında oynayıram ya. Aha katil. Katili gördüm. Getmək istəmirəm. Həmişə gedirəm, ölürəm. Katilin görünüşü adamdan çıxdı. Biraz yadında qaldı. Buralardaydı. Öldürür kimlərsə. Buradan gedir. Qabağımıza çıxması yaxşı. Və utdu. Bu oyunumuzu utduq. Yine də katil olamamışam. Baxaq. Biyoloji laboratuvarı. Görək bu bir turda katil ola biləcək. Katil çıxmır mənə. 2 dəfə şerif çıxdı. Yine də katil çıxmadı. Görək indi nə çıxacaq. Və yine masum. Çıxmır ki katil. Burada gizlənməyə yer yoxdur. Bu kim vurur? Sən elə belə boş-boşuna ateş açsın. Katil kimsə bıçaqladı. Öldürəcəkdim. Olmadı. Şerif bakın üstüne nefer öldürdü birden. Birini de öldürdü. Ham elə bir bunun qucağına gedir. Görək nə olacaq. Katil qazanacaq yoxsa kimsə onun şerifin silahını alacaq, onu vuracaq. Başqaları 3 nəfər qalıb. Baxın, elim qeydi çıxdı. Bu şerifin silahının başında dayanıb birisi də gəldi ora öldü. Şerifin silahının başında dayanıb. Bu hardadır? Ancaq burada dayanır bu. Hərəkət eləmir.
Ancaq burada dayansa öləcək, uduzacaq. Hərəkət verəmir. Bu niyə hərəkət eləmir yerindən? Burada gizlənib ki, heç kim görməyəcəkdi bunu. Bu birisi yerində dayanıb hərəkət eləndə. Axır ki, axtarışa çıxdı. Yaqut komi var yerdə. Görək tapa biləcəkmi? Səhv eləmirəmsə burada gizli romaylardır. Aşağıya düşməliydi deyəsən. Aşağıya düşməliydi. Və şerif ölüb, katil kazandı. İndi Milüsü. Ne yazıyor? Milüsü. Baxaq. İnşallah katil var abi üstündə. Katil mənə çıxmır ki heç. Baxaq. Yine masum. Katil olma şansın %31. Yaşa. Yani 6. Yok. Bize lazım olur sonra bunlar. İnşallah katil öldürmez bizi. Hiç kime de yakın durmak istemiyorum. Uttu. Bu da tez gitti. Tez oldu bu da. Katil değilsen yaxşı değildi burada. Bayaqki turda masum olmuştu bu. Katil. O bir turda ne olacak? Baxaq. Katil mi olacaq, şerif mi, masum mu? Axırı və katil. Yes. İndi özümüzü masum kimi aparaq, heç kim şübhələnməsin. Bir yazmalı. Şerif ateş edir. Şerif de öldü. Biri de öldü. Hamını öldürürüm. 3 nəfər qaldı. Hamını öldürmək istəyirəm.
Yanaq görə kimsə gələcək silah almağa. Biraz belə gəzək. Görək kimsən tapacaq. O kim saxlaqanın gizlənib hardasın. Baxaq tapa biləcək bunu. Birinci bura girin bax. Burada deyil. Baxaq. Buradan ışınlanaq görək. Işınlanmaq ışınlandım. 54 saniyemiz qalıb. Hara gizlənib bu? Heç yerdə yoxdur. Burada merdiven var desem. Yukarı çıkayım. Atma olmamış. Ona baxınca yaxşı gizlənib bu. Sıra oldu, düzdük deyəsən. Baxırıq. Masumlar kazandı. Neyse dostlar, bugünlük bu kadar. Murder Mystery 2 videosunu çektik bugün. Görər sabada inşallah bunun ardını çekib atacağım. Sağ olun, hələlik.